Hamıya salam dostlar, xoş gördük sizləri. Məntiq dərsinə davam edirik. Keçən dərsdə biz təcrübə hökmlər haqqında danışırdıq və çox güman ki, bir neçə dərs, əgər bugün qurtara bilməsək, gələn dərsdə də bu haqda danışacağıq. Çünki bu dərslər mühümdür. Yəni bu mövzular mühümdür deyə biraz mövzuların uzadılmasına bir eybi yoxdur. Biz demək ki, keçən dərsdə dostlar 5 fəndə işlənən müqəddimələrdən danışdıq. Hələ ki biz aksiyomlarda idik və aksiyomların ilkin prinsipindən danışdıq. Hissi hökmlər, müşahidələrdən danışdıq. İnsə təcrübə hökmlərini davam edirik. Keçən dərsdə biz Aristotelin fikrini gətirdik ki, Aristotel hesab edir ki, təcrübə hökmlər əslində bir növ ilkin prinsiplər kimidir. Məsələn, paradoks kimidir. Orada əslində bir deduksiya var və əqli bir qanun var. O əqli qanuna əsasən, o əqli qanundur ki, o əqli qanun sanki ilk paradoks kimi qəbul olunan əqli qanunlardandır. Onun kimi ilkin prinsiplərdən hesab olunur ki, dəlilə ehtiyac yoxdur. Və misal da dedik, dəmir misalı. Bir insan dəmiri təcrübə edirik, görürük ki, odda genişlənir və ağıl gəlir burada ilkin prinsipdəki olan paradoks kimi hökm eləyir ki, heç bir zaman bu qədər təsadüf mümkün deyil. Yəni burada bu qədər təsadüf ola bilməz. Yəni nə qədər əksər görürük ki, dəmirlər odda genişlənir və ağıl deyir ki, bu təsadüf mümkün deyil. Deməli biz ümumi qanun kimi bunu qəbul etməliyik. Və demişdik ki, şəhid Məhəmməd Baqir Sədrin fikirlərini gətirəcəyik ki, şəhid Məhəmməd Baqir Sədr bunun əksini deyir. Təbii ki, indi yavaş-yavaş ora giriş edəcəyik. Əsasən də mütəvatir bəhsində bu barədə danışacağıq. Keçən dəfə biz dedik ki, təcrübədə əslində iki deduksiya var. Bir istisnai sillogizm və bir də ki, orta terminli sillogizm qurulur. Əslində biz nə isə təcrübə eləyəndə bu iki gizlin olan iki sillogizmdən istifadə edirik. İstisnai sillogizm və orta terminli sillogizm. Məsələn, biz dəmirləri təcrübə edirik. Görürük ki, dəmirlər odda genişlənir. Və odda genişləndə belə birinci istisnai sillogizmdə gizli bir dənə orada istisnai sillogizm əldə edirik. Biz onu məntiqi olaraq, yəni nizam-intizamla qurmasaq da, o sillogizm qurmasaq da, amma təcrübə vasitəsilə gizlin o iki dənə sillogizmi biz onun üzərində gəlib, necə deyərlər, onun üzərində bunları təcrübə edirik. Onların vasitəsilə bu nəticə gəlib çatırıq ki, bütün dəmirlər odda genişlənir. Məsələn, istisnai sillogizm nə idi? İstisnai sillogizmin əslində belə bir şey var. Misal üçün, birinci müqəddimədə deyirik ki, əksər dəmirlər odda genişlənsə, qalan dəmirlər də genişlənər. Yəni, baxırıq ki, nə qədər dəmirlər genişlənir, əksər dəmirlər genişlənir odda, deməli, qalan dəmirlər də genişlənməlidir. Və istisnai cümləni gətirir. Gətirir ki, lakin əksər dəmirlər genişlənir və görürük ki, əksər dəmirlər genişlənir. Nəticə də bu olur ki, deməli, qalan dəmirlər də genişlənir. Yadınızda biz istisnai sillogizmdə demişdik ki, nəticə müqəddimələrin birindədir, birindən götürülür, ya da onun ya sırf özü götürülür, ya da ki, əksi. Məsələn, burada nəticə nə idi? Deməli, qalan dəmirlər də genişlənir. Burada qalan dəmirlər genişlənir və kiçik müqəddimədə gəlib bu nəticənin özü, kiçik müqəddimədə gəlib. O da hansı idi? Əksər dəmirlər odda genişlənsə, qalan dəmirlər də genişlənir. Elə gəlib bu birinci, yəni kiçik müqəddimədə təkrarlanır. Və biz bunu belə tətbiq edirik, gizlin belə bir istisnai sillogizm qururuq əslində özümüzdə və bununla belə bir nəticəyə gəlib çatırıq. Amma orta terminli sillogizm nə idi? Orta terminli sillogizm dedik ki, nəticələr müqəddimələrdə pərakəndə şəklində olur. Belə bir misal deyəndə elə dəmir üzərində tətbiq eləyək. Məsələn, tutaq ki, deyirik ki, bu dəmirdir. Bütün dəmir odda genişlənir, deməli bu dəmir də odda genişlənir. Belə bir nəticə gəlib çatırıq. Yəni biz baxırıq ki, dəmir genişlənir. Dəmirin genişlənməsi təsirdir. Nəyinsə təsirdir. Deməli nəticədir. Təsirdirsə deməli nəticədir. Nədənsə təsir alır.
Və əgər biz bunu təsir olaraq qəbul ediriksə və deyirik ki, bütün təsirlər, bütün nəticələr heç zaman öz səbəbinə qarşı, yəni necə deyirlər, səbəbinə qarşı çıxa bilməz. Yəni səbəbinə tabe olsun. Bunu çıxardırıq, ümumi qaydanı gətiririk və nəticə də bu olur ki, deməli bu dəmirin odda genişlənməsi, bu təsirdə səbəbi də oddur. Odun hansısa bir dərəcəsidir gəlib bunu genişləndirir. Xülasə, biz burada 2 dənə bunu biz elmi şəkildə, bunu biz fərqinə varmasaq da belə, burada biz 2 dənə istisnai, 2 dənə sillogizmdən, istisnai və orta termin sillogizmdən əslində gizlində istifadə edib bu nəticə gəlib satırıq ki, bütün dəmirlər odda genişlənir. Əlbəttə, indi bu Aristotelin nəzərinə görə idi ki, çünki Aristotel dedik ki, Aristotel qəbul edir ki, burada əslində deduksiya var, təcrübədə deduksiya olmalıdır. İndi gəlib birazdan da keçəndə deyəcəyik bəzi Aristotelin fikirlərini. Burada deduksiya olmalıdır ki, insan yəqinə çatdıra bilsin. O deduksiyada dediyimiz kimi əqli bir nəticədir ki, əqli qanundur ki, əvvəl işarə etdik. Necə ki, paradoksdakı kimi. Paradoks ümumi bir qanun olduğuna görə burada da nə gəlir? Burada da gəlir ki, daimilik, təsadüf mümkün deyil və ağıl bunu gətirib bizə deduksiya formatında bizə göstərir. Lakin Şəhid Sədr özünün induksiyanın məntiqi əsasları məşhur kitabdır. Usul məntiqiyyə Lil-İstiqra adlı kitabda ərəbcə yazılıb. Orada qeyd edir ki, təcrübə heç zaman ilkin prinsip kimi ola bilməz. Bunu qeyd edib ki, təcrübə ilkin prinsip deyil. Heç də orada deduksiya falan yoxdur. Heç də biz təcrübə ilə nəyisə təcrübə eləyəndə əqli olaraq ümumi bir qaydanın üzərində qurmuruq o təcrübəni. Yəni, Şəhid Sədr bunu qəbul etməyib. Dostlar, burada bir məsələni qeyd etmək lazımdır. Deməli, biz ümumi keçdiklərimizdən belə bir nəticə gəlib çatırıq ki, müşahidə ilə və ya hisslə təcrübənin fərqli bir cəhətləri var və müştərək cəhətləri var. Fərqli cəhətləri budur ki, müşahidə bizi xüsusi nəticəyə çatdırır. Keçən belə demişdik. Müşahidə ilə biz xüsusi nəticəyə gəlib çatırıq. Çünki biz xarici aləmdə xüsusiləri, cüziyyətləri, belə deyək, fərdi bir şeyi təcrübə edirik. Mən nəyisə görürəm və mən o nəyisə görməklə ümumi bir əqli nəticə əldə etmək istəmirəm. Onun barəsində, gördüyüm şey barəsində mən əqli nəticə edirəm. Ona görə burada xüsusi bir şeydən söhbət gedir. Nəticə aldığım şey xüsusi bir şey olacaq. Ümumi nəsə mən nəticə alıb bütün hamısını tətbiq etməyəcəm. Xarici aləmdə bütün predmetləri tətbiq etməyəcəm. Mən ancaq xüsusi bir şey üzərində nəticə almaq istəyirəm. Məsələn, tutaq ki, ulduz görürəm, uzaqdan ulduz görürəm, ulduz balacadır yoxsa yox, kiçikdir yoxsa yox, yoxsa böyükdür. Bunları məsələn nəticə alım. Mən sırf o ulduz üzərində nəticə alıram, nəinki bütün hər bir şeydə. Yəni, müşahidə nəticə verəndə bizə, biz xarici aləmdə nəyə yönəliksə, nəyə müşahidə ediriksə, onun üzərində biz nəticə alırıq. Amma təcrübə belə deyil. Təcrübə ümumi olaraq insana nəticə verir. Necə dəmir misalındakı kimi. Mən təkcə bir dəmirdən söhbət etmirəm ki, mən əksər dəmirləri təcrübə etməklə ümumi qanun çıxardıram ki, məsələn 5 dənə dəmiri təcrübə etdim və ümumi qanun çıxardıram ki, burada dəmirin genişlənməsi bütün dəmirlərə aiddir. Ona görə təcrübə insanı ümumi nəticəyə çatdırır, xüsusi nəticəyə çatdırmır. Bu fərqli cəhətləri idi. Amma müştərək cəhətləri budur ki, təcrübə ilə müşahidə hər ikisi arqumentasiya olunmalıdır. Hər ikisini argument gətirir. Yəni, ilkin prinsip kimi argumentə ehtiyac yoxdur deyil. Mütləq olaraq biz argument gətirməliyik. Ehtiyac var ki, argument gətirək ki, bilək ki, bu müşahidələr, hissi hökmlər və yaxud təcrübə hökmlər, hissi və təcrübə hökmlər yəqinidir, yəni aksiyomda yoxsa yox. Çünki biz qeyd etdik ki, bunlar aksiyomun qismlərindən sayılır. Əgər aksiyomun qismlərindən sayılırsa, əsaslandırıb aksiyom etməliyik bunları. Yoxsa əsaslandırmadan aksiyom olmayacaq insana. Ona görə müşahidə və təcrübə budur ki, yəni hər ikisi müşahidə və təcrübədə argumentasiya olunmalıdır. Bu mütləqdir. Lakin
Müşahidə, müşahidə və təcrübə. Yəni bu ikisinin ilkin prinsipdən fərqli cəhətləri nədir? Fərqli cəhət budur ki, ilkin prinsip insana yəqini, aksiom olan qəziyyələri insana çatdırır. Paradoks kimi, aksiomdur, yəqindir və ona heç bir dəlil gətirməyə ehtiyac yoxdur. Nəinki dəlil gətirməyə, heç mümkün də deyil ona dəlil gətirək. Amma müşahidələr və təcrübələr, bunlar nəinki argumentasiya edilə bilməz. Əksinə, argumentasiyaya ehtiyac var. Edilməlidir ki, müşahidə və təcrübə aksiom ola bilsin. Əks halda biz bunu aksiomun qismlərindən saya bilmərik. Bundan əvvəl də qeyd etmişdik ki, müşahidə bəzən səhv, insan səhv bəzi şeylərdə, müşahidəsində səhvlərə yol verə bilər, təcrübədə də səhvlərə yol verə bilər. Və ona görə də nə qədər təcrübələr var ki, səhvlərə yol verilir. Tarix boyu müşahidə eləmişik bunu. Ona görə burada möhkəm bir argumentasiya olunmalıdır. Dəlil gətirməz, ehtiyac var dəlillər ki, bunu aksiyondan biz saya bilək. Buna görə dostlar, təbiət elmlərində, məsələn, kimya, tibb, fizika, zoologiya, botanika, bütün bunların nəticəsi induktivdir. Biz bunlara induktiv nəticə ilə gəlib çatırıq. Tibbdə, məsələn, hər hansı bir elmi bir nəticə gəlib çatırıq. Tibb sahəsində hansı elmi bir nəticə gəlib çatırıqsa və bunların gəlib elmi nəticə çatmaq induktiv yolla nəticə gəlib çatırıq. Əlbəttə ki, bu indi qeyd eləyəcək ki, Muhammed Baqir Sədrə görədir. Muhammed Baqir Sədrə görədir ki, və nəyə ki, Muhammed Baqir Sədrə Qərbdə və ümumiyyətlə necə deyərlər, müasir məsələn zamanədə də biz bunu bu təsdiqlənir ki, biz bu kimi şeylərdə induktiv əqli nəticələrlə tibbi bir məsələdə hansısa bir nəticə gəlib çatırıqsa, induktiv əqli nəticəyə biz buna gəlib çatırıq. Yəni burada deduksiya mümkün deyil, deduksiya alınmır burada. Həmçinin Muhammed Baqir Sədr də gəlib bunu belə qeyd edir ki, bu əlbəttə induktiv də aydın məsələdir. Yəni biz xüsusiləri tibb sahəsində hansısa bir şeyi, fərdi bir şeyləri təcrübə eləyib ümumi bir nəticə gəlib çatırıq. Necə ki, dəmir misalında kimi. Amma Aristotel açıq-aşkar qeyd edir ki, xeyr, heç bir zaman təbiət elmlərində fizikası olsun, zoologiyası olsun, botanikası olsun, nə bilim, tibbi olsun, fərq eləmir. Bunların nəticəsi sırf induktiv əqli nəticəyə gəlib çatsaq ki, biz xüsusiləri təcrübə eləyib ümumi bir nəticə gəlib çatırıq. Bununla qəbul etsək, heç zaman bununla insan yəqinə çata bilməz. Və tibbdə bəzi məsələ aksiyon ola bilməz. Zoologiyada bəzi məsələ aksiyon ola bilməz. Tək induktiv əqli nəticəsinə mümkün deyil. Çünki induktiv nəticə Aristotelə görə insanı yəqinə çatdırmır, məsələni aksiyon etmir. Bəs necə gəlib çata bilərik? Deyirik, illa bir şeyinə. O da budur ki, biz gəlib bu induksiyaya deduksiya birləşdirməliyik. Induksiyadan əlavə bir deduksiya birləşdirməliyik. Necə dəmir misalında dedim. Məsələn, tibb sahəsində hər hansı bir şey, misal üçün, filan nəsnə, filan bir şey insanı sağaldar yoxsa yox. Bunu təcrübə edirik. Görürük bu sağaltdı, görürük bu şəxs sağaltdı, onu da sağaltdı, bunu da sağaltdı. Görürük ki, yüzlərlə insanı sağaltdı. Aristotel bu yəqini deyil ki, sən deyə bilməzsən ki, yüzlərlə insanı sağaltdığına digər başqa insanlar da sağalda bilməz. Əlbəttə, induktiv əqli nəticəni. Aristotel deyir ki, biz belə deyə bilərik ki, çünki burada induktiv əqli nəticəni olsa, gərək hamısını təcrübədən keçirəsən, amma yüzlərlə nə qədər insanlar var. Aristotel qeyd edir ki, burada biz deduktiv əqli nəticəni tətbiq etsək, bu induksiyaya deduktiv əqli nəticəni tətbiq etsək, onda əqli nəticə düzgün olacaq və təbiət elmdə hər hansı bir elmi bir şey, necə deyim, yəqin olacaq, aksiyon olacaq. Məsələn, burada məsələn, sən deyirsən ki, bu insan bu dərman sağaltdı, bu filan şey insanı sağaltdı, o sağaltdı. Sən burada əqli bir dənə nəticə, ümumi əqli nəticə ilə gəlirsən. Yəni, ümumidən xüsusi əslində gəlirsən. Nəinki xüsusiləri sən təcrübə edirsən, ümumi bir qanun çıxardırsan ki, hamını sağalda bilər bu filan bir şey və yaxud dərman. Sən burada əslində ümumidən xüsusilərə gəlib çatmısan. O da budur ki, sən görürsən 100 dənə insanı sağaltdı və ağıl ilkin prinsip kimi, paradoks kimi bir nəticə çıxardırır ki, burada təsadüf mümkün deyil. Yəni, bir nəfəri sağaltdı, ikinci nəfəri sən burada deyəcəksən, bunlar hamısı təsadüfdür. Təsadüf daimi ola bilməz.
təsadüf çoxluq təşkil et, çoxlu təsadüf ola bilməz. Ona görə bu əql gəlib bizə, ağıl bizə deyir ki, təsadüf ola bilmədiyinə görə, çoxluqda təsadüf, yəni təsadüf heç zaman çoxluq təşkil edə bilmədiyinə görə ağıl deyir ki, bəli, doğrudan da tibbdə filan məsələn falan dərman, falan bir şey insanı sağaldır və bunu biz paradoks kimi aksiom hesab edə bilərik. Aristotel gəlir bunu deyir. Ona görə deyir ki, mütləq olaraq induksiyada deduksiyanın da müdaxiləsi olmalıdır. Amma Şəhid Baqir Sədr deyir ki, xeyr, induksiya elmi bir yəqin, yəni insan induksiya ilə elmi bir yəqini, belə deyək, bir aksiom nəticəyə gələ bilər. Heç bir deduksiya olmadan belə. Hətta naqis söhbət burada, çünki biz demişdik ki, tam olan induksiya deduksiyadan fərqlənmir. Deduksiya ümumi bir qanunu xüsusilərə tətbiq edirsən, amma induksiya, tam induksiya budur ki, hamısını sən təcrübə edirsən. Deyirsən, hamısını etməsən də olar. Əksərin təcrübə etsən, bu kifayətdir. Bu sənə heç deduksiya birləşdirməsən də, əqli o nəticəni gətirib buna birləşdirməsən də, burada induksiya, naqis olan induksiya insanı çatdıra bilər. İnsanı yəqini nəticələrə, aksiyon nəticələrə çatdıra bilər. Şəhid Sədr əsasən ehtimallar nəzəriyyəsinə söykənərək, yəni ehtimallar nəzəriyyəsinə söykənən naqis induksiya vasitəsilə çıxış edir. Hətta qərbə də, qərbin dediyi ilə də bu şeyi qəbul etdi. İndi qeyd eləyəcəyik. Və burada insan bir neçə, məsələn, dəmirləri təcrübə etdi. Təcrübə edəndə lap 100-ün təcrübə etdin, qalan təcrübə etmədən rahatçılıqla ağıl deyə bilər. Ağıl ilə burada heç deduksiya olmadan təsadüf mümkün deyil falan. Xeyr, təsadüf mümkündür. Mümkün ki, yüzlərlə təsadüf olsun. Məhəmməd Baqir Sədr belə deyir. Ola bilər ki, təsadüf olsun, yüzlərlə təsadüf olsun. Təsadüf ola bilər, daimi olsun. Sən hardan deyirsən ki, təsadüf daimi ola bilməz? Və burada ağıl sadəcə gəlib deyir, ehtimallar nəzəriyyəsi vasitəsilə bunu isbat edir. Yəni necə? Ağıl gəlir deyir ki, filan dəmir əridi, genişləndi, bu da genişləndi, bu da genişləndi. Bizdəki o şübhə var idi, görəsən dəmir odda genişlənə bilər, yoxsa yox. Biz baxırıq, neçə dənə çoxlu dəmirlər, bir dəmir genişlənməklə şübhəmiz azalır. Digər dəmir genişlənməklə şübhəmiz azalır. Yəni, əks olan ehtimal, əksinə olan ehtimal ki var, ola bilsin genişləməsin. Bu azalır, çoxalmaqla azalır. Baxmayaraq ki, biz hamısın ehtimallar nə qədər çox olsa, onun əksi olan ehtimal, onun və yaxud da şübhə o aradan gedəcək, əksinə olan ehtimal tamamilə aradan itib gedir. Və o bir növ belə deyək, insanda sıfırlanma baş verir. Onun əks tərəfi sıfırlanır və burada ehtimallar o qədər çoxalır ki, insan bu ehtimallarla yəqinə çata bilir. Necə ki, bugünkü təbiət elmində və qərbdə də əsasən məsələn, deduksiyanı qəbul etmirlər, induksiyanı qəbul edirlər. Məhəmməd Baqir Sədr deyir ki, var, bəli, təbiət elmində də bu ola bilir. Təbiət elmində budur və ümumiyyətlə bəzi məsələlərdə heç də, indi mütəvatir bəhsində deyəcəyik, orada da bəzi onun münaqişələri var. Heç də bəzi şeylərdə biz lazım deyil. Heç lazım, nə ki lazım deyil, deduksiya ilə gəlib bura çatmırıq. Biz əslində naqis olan induksiya ilə çatırıq və insanda yəqinə çatdıra bilir. Və burada xülasə budur ki, demək, Məhəmməd Baqir Sədrin nəzərinə görə, bəli, naqis olan induksiya insanı yəqinə çatdıra bilər. Hətta Məhəmməd Baqir Sədr bildiyimizə görə İslam filosofu olub, İslam alimlərindən olub. Hətta Allahın varlığını, necə ki, bəziləri Məhəmməd Baqir Sədr bundan əvvəl Allahın varlığını deduktiv əqli nəticəni isbat edirlər. Məhəmməd Baqir Sədr gəlib deyir ki, xeyr, induktiv əqli nəticəni də Allah'a isbat etmək olar. Yəni, niyə inkar eləyək ki, induktiv əqli nəticəni Allah'a isbat etmək mümkün deyil, insanı yəqinə çatdırmır. Bizim üçün aksiyonlaşmalıdır ki, Allah var yoxsa yox. Deyir, xeyr, bayaq dediyimiz ehtimallar nəzəriyyəsinə əsasən Allahın varlığını induktiv əqli nəticələrlə də isbat etmək olar. Yəni, insan müəyyən bir şeyləri müşahidə eləyir
İndi mən istəmirəm o teoloji məsələlərə daxil olum. Müəyyən məsələlər təcrübə eləyir və baxırıq ki, bu məsələlərə görə bu məsələlər bu qədər çoxluq təşkil eləyir və bu məsələlər, ehtimallar nəzəriyyəsinə əsasən bizə gəlib buna çatırıq ki, demək Allahın varlığı, Allah vardır. Allah olmasa bu dediyimiz təcrübələr, yəni bu gördüyümüz şeylər mümkün deyil ortaya çıxsın. Və qərbə də belə bir qərbin dediklərini, qərb deyir ki, indiki elmi məsələlərdə ancaq induktiv əqli nəticəsinə çatmalı olur. Deduksiya artıq yaradılı deyil, lazım deyil. Biz səbəbi birbaşa görə bilmərik. Hansı bir səbəbi görək, o səbəbi görə gərək onu hansı ümumi bir qanuna görə gərək onu xüsusilərə tətbiq eləyək. Bunu görə bilmərik. Biz xüsusilərdən, biz nəticələrdən gəlib bir səbəbə çata bilərik. Yəni çoxluqdan bir nəticə əldə edə bilərik. Və Muhammed Baqir də bunu da qəbul edir ki, bəli, Allahın varlığı çox gözəl. Siz qərb deyirsiniz ki, Allahın varlığı deduktiv əqli nəticəsinə mümkün deyil və ona görə inkar edirsiniz, ancaq induktiv əqli nəticəsinə mümkün deyil. Xeyr, Allahın varlığı induktiv əqli nəticəsinə mümkündür. Necə ki, siz təbiət elmlərində elə şeyləri qəbul edirsiniz ki, o sizin üçün aksiomda yəqini hesab edirsiniz. Və yəqinin də mənasını demişik, keçmişik əvvəldə. Xüsusi mənada yəqin, ümumi mənada yəqin. Xüsusi mənada yəqin kimi siz qəbul edirsiniz ki, belə də yəqin kimi qəbul edirsiniz ki, aksiom nə deyirsiniz? Yəni, aksiom deyəndə biz bunu dərsdə də əvvəldə yəqini aksiomu tərif edəndə demişdik ki, iki dənə şey var. Yəni, ümumi mənada yəqin, xüsusi mənada yəqin. Necə ki, siz yəqin edirsiniz ki, filan məsələn təcrübə elmdə hansısa məsələ bu cürdür və onu isbat etmişsiniz, induktiv əqli nəticələrlə isbat etmişsiniz, onda siz gərək Allahı da qəbul edəsiniz, Allahı da qəbul etməlisiniz. Allahı qəbul etmirsinizsə, onda gərək o induktiv əqli nəticələrlə gəldiyiniz elmi məsələləri də tərk eləyəsiniz. Necə ki, Russell, məsələn, təbiət elminin yəqin bilirdi, yəni bilirdi ki, yəqindir, yəqini hesab olunur. Təbiət elmində çatdığımız hər hansı əqli nəticə yəqinidir. Əgər yəqinidirsə, sən ona yəqini qəbul etmirsənsə, onda çox gözəl, gərək Allahı da qəbul etməlisən. Çünki sənin metodunla mən Allahı isbat edirəm. Əgər öz metodunla ki, təbiət elmində yəqini qəbul etmirsən bəzi məsələləri, gəlib amma Allahı inkar edirsən, Allahı qəbul eləmirsənsə, sənin etdiyin metodunla, onda sən belə çıxır ki, öz metodunu inkar etmiş olursan və təbiət elmində bəzi şeylər sənin üçün yəqini də deyil, yəqini hesab oluna bilməz. Yəni, Sədr bir növ İslamda yeni bir metod gətirdi. Necə İslamda yeni bir metod? Yəni, ondan əvvəl bu məsələyə daha çox deduktiv əqli nəticəyə yönəlirdilər. Bəzi məsələləri dində, bəzi məsələləri deduktiv əqli nəticəyə isbat edirdilər. Amma Sədr gəldi dedi ki, Məhəmməd Baqir Sədr dedi ki, xeyr, insan induktiv əqli nəticənin də İslamı və yaxud da Allahın varlığını isbat edə bilər. Burada Aristotelin bir iradı var və yaxud da Aristotel kimi düşünən şəxslərin bir iradı ola bilər. O da budur ki, təcrübə yəqin olmalıdır. Təcrübə hökmlər yəqin olmalıdır. Özdə yəqini nə? Xüsusi mənada olan yəqin. Yəni, onda keçdik. Heç bir zaman əksi mümkün deyil. Xülasə deyirəm mən. Amma bir halda biz görürük ki, təcrübə elmdə səhv mümkündür. Yəni, necə yəqin ola bilər? Və tarix boyu biz görürük ki, hansı təcrübə elmdə səhvə düçar olublar. Sonradan alimlər təcrübə bir məsələdə, tibbi bir məsələ, keçmiş dövrdə hansısa bir tibbi bir məsələ falan bir başqa cür idi, amma sonradan artıq inkişaf etdikcə keçmişdə olan bəzi tibbi müayinələr keçmişdə qaldı və onun artıq heç bir faydası yoxdur. Yəni, o təcrübə səhv olmağı ortaya çıxdı. İndi yeni başqa bir təcrübə ilə başqa bir nəticə gəlib çatılıb. Onda necə ola bilər ki, sən gəlib təcrübəyə belə deyək, xüsusi mənada yəqin deyirsən, halbuki səhv mümkündür. Bu xüsusi mənada yəqinin tərifindən heç uzlaşmır. Cavab budur ki, birinci cavab budur ki, insanlar arqumentin,
gətirmək istədikləri arqumentin, o sillogizm qrup təcrübə məsələlərdə kiçik müqəddiməsində səhv edirlər. Yəni təcrübədə bir şeyi təcrübə eləyəndə qurduğun sillogizmdə səhvə yol verirsən. Nəinki təcrübənin özü səhvdir, insanı xüsusi mənada yəqinət çatdıra bilmir. Nəinki belə deyil, insanı xüsusi mənada yəqinət çatdırır. Amma məsələ budur ki, onun müqəddimələrində səhv ediblər deyə onlar sonradan təcrübəsinin səhv olmasını görüblər. Kiçik müqəddimələrdə səhv ediblər. Biz dəmir misalını deyək, dəmir misalında məsələn bu dəmirdir və bütün dəmir, burada da biz demişdik, bu dəmirdir, bütün dəmir odda genişlənir, bu dəmir odda genişlənir. Məsələn, bu dəmirdir, ola bilsin fərzi, bu fərzi təbii ki, ola bilsin bu dəmir deyil, sən səhv salmışsan, kiçik müqəddiməsində səhvə yol vermirsən. Və kiçik müqəddiməsini səhv salırlar deyə, kiçik müqəddiməsində problem yaradırlar deyə, sonradan gəlib deyirlər ki, biz filan təcrübədə səhv etdik, çünki məsələn, misal olaraq bunu deyirəm, bu dəmir deyilmiş, başqa bir şeymiş. Bu kiçik müqəddimələrində problem yaradır. Nəyə ki, əgər yox, müqəddimələr, kiçik müqəddiməni də düzgün gətirsən, böyük müqəddiməni də düzgün gətirsən, düzgün əqli nəticə əldə edəcəksən. Bəşər tarixində və təbiət elmlərində səhvlər olub, bu qəbuldur, günü-gündən elm inkişaf edir, fərqli fikirlər ortaya çıxır. Amma bu o demək deyil ki, biz təcrübənin nəticələrinə etimad etməyəcəyik. İndi biri gəlib müqəddiməsində səhvə yol veribsə, o demək deyil ki, biz ona etimad etməyəcəyik. Əgər belədirsə, biz gərək onda digər elmlərə də etimad etməyək. Hətta İslam elmlərində bəzi şeylərə etimad etməyək. Fərz edək ki, bunu məsələn hansı bir İslam alimi iradda tutsa ki, biz təcrübəyə etimad etməməliyik. Məsələn, fəlsəfə elmində nə qədər səhvlər görsənib. Bir alim falan bir şey deyildi, səhv üçün fikrin dəyişdi. Bu demək deyil ki, biz fəlsəfə elminə son qoymalıyıq, fəlsəfə elmi puçdur. Necə ki, bəzi avam insanlar deyir, tutaq ki, məsələn, deyir ki, Molla Sədra əvvəl buna inancı bu idi ki, xarici aləmdə, obyektiv aləmdə gördüyümüz, yəni orijinal olan mahiyyətdir. Sonra Molla Sədra gəlib dedi ki, xarici aləmdə, obyektiv aləmdə gördüyümüz orijinal olan şey demək mahiyyət deyil. Səhv etmişəm, mən bildim mahiyyətdir, amma nədir? Vücuddur. Görürsən, burada məsələn səhvlər eləyir. Təcrübədə məsələn təcrübədə səhvlər edir və bu səhvlərə görə gəlir burada biz fəlsəfəni inkar etməliyik. Xeyr, heç kim fəlsəfəni inkar etmir. Təcrübə bəzi şeylər səhv ola bilər. Müqəddimələr səhv qurulub, səhv nəticə əldə olunub. Bu təcrübənin özündə problem deyil, müqəddiməsində problem yaranır. Ona qalsa, əgər kimsə İslamda, məsələn, hansısa bir müsəlman da buna irad tutsa, ona qalsa, tutaq ki, Muhammed Baqir belə bir irad tutsa, ona qalsa fiqh elmində də fikir ayrılığı var. Görürsən ki, məsələn, 700 il fəqihlər quyu suya nəcis düşsə deyirlər ki, o quyu su nəcisdir. 700 il belə bir fətva vermişdilər. Amma sonradan nə oldu? Sonradan yəni necə nəcisdir? Gərək oradan müəyyən bir sular çıxılsın, müəyyən qədər məsələn quyu suyuna bir nəcis düşdü, müəyyən qədər oradan su çıxarılmalıdır, ondan sonra pak olsun. Amma Əllamə Hilli gəldi, bunun əksinə dedi. Əllamə Hilli dedi ki, xeyr, ora su düşsə, heç də quyu suyu nəcis olmur, nəysə oradan suyun təmizləmək üçün, su çıxartmağa, yəni paket çıxartmaq üçün, pak etmək üçün su çıxartmağa ehtiyac yoxdur. Onda biz gərək fiqh elminə son qoyaq. Fiqh elminin belə deyək, qapısını bağlayaq və fiqh elminə daxil olmayaq. Niyə? Çünki insana yəqinət çatdırmır. Yəni, belə bir şey ola bilər. Müqəddimələrdə bəzi səhvlər ola bilər, bəzi problemlər ola bilər. Ümumiyyətlə, bu irad, bunu təbii ki, ürfi cəhətdən biz mənada anlamayan, bu elmi mənada, bunu deyirəm, həqiqətən elmi mənada iki cür bu sözün tələf mənası olur. Bu iradı edənlər əslində cəhalətdədirlər. Yenə deyirəm, cəhalət, yəni pis mənada yox. Cəhalət, yəni elmsizlik, həqiqətən də elmsiz bir iraddır bu. Sənin bütün hər bir şeyini, qəbul etdiyin elmlər, bəzi elmlərdə bəzən səhvə düçar olmaq olur, fikir ayrılığı olur. Yəni bu irad cəhalətdən doğan bir iraddır. Çünki mümkün deyil ki, hansısa bir elmdə fikir ayrılığı olmasın. Əksinə, fikir ayrılığı olmağı elmin inkişaf etməsi deməkdir. Yəni elmdə inkişaf etməkdir. Bu da dostlar bizim demək
təcrübə haqqında bəzi dərslərimiz idi. Təcrübə barəsində, təcrübə hökmlər barəsində artıq mövzumuzu yekunlaşdırdıq. Təbii ki, əvvəl fikirləşdik ki, əvvəl dediyim kimi fikirləşdik ki, biraz uzadılsın. Ola bilsin ki, fikirləşdim. Təqribən biz səhv etmirəmsə 2 dərsdə artıq təcrübə hökmü haqqında danışırıq. Mən belə fikirləşdim, elə gələn dəfə də təcrübədə nəsə keçəcək təcrübə barəsində. Amma düşünürəm ki, artıq belə bir şey qalmayıb təcrübə haqqında, təcrübə hökmlər haqqında. Bütün sualları qismən cavablandırdıq. Ona görə ehtiyac yoxdur ki, gələn dəfə də danışaq təcrübə barəsində. Nə qədər uzatmaq da olar, o qədər tərəfləri var ki, araşdırmaq olar, amma bu qədər kifayət eləyər. Dediyim kimi artıq 2 dərsdə təcrübə barəsində danışaq, 2 ya 3. Təcrübə haqqında bura qədər. Deməli, bu dediyimiz şey əsasən təcrübə insanı yəqinə çatdırır. İndi biri Aristotelin fikrini qəbul edir, biri Muhammed Baqir Sədrin ehtimallar nəzəriyyəsinə söykənən induktiv əqli nəticəni qəbul edir. Fərq etmir. İşim yoxdur, hansı düzdür, hansı səhvdir. Amma Muhammed Baqir Sədr müəyyən bir dəyişikliklər etdi, qərblə uzlaşa bildirdi bu şeyləri, yəni yenilik elədi. Bu heç bu öz yerində. Amma nə qədər müvəffəq oldu, nə qədər yəni müvəffəq bu mənada ki, nə qədər doğrudur, nə qədər səhvdir. Ola bilsin ki, məsələn, heç də qəbul olmazsa biri gəlib deyə bilər ki, mən qəbul etmirəm, bu düzgün bir şey deyil. Bu sizin öhdənizədir, özünüz araşdıran. Hər halda hər ikisi də bunu qəbul etdi, fərqli yolla da olsa qəbul etdi ki, təcrübə şərtlər əsasında insanı yəqinə çatdıra bilir. Aksiom, yəni aksiom ola bilir. Ona görə də təcrübə barəsində bura qədər keçək, mətni də burada yekunlaşdıraq. Təcrübə barəsində burada nələr deyir? Elə burada qısa olaraq mətnləri oxuyum. Biz hissi hökmlər və təcrübə hökmlər haqqında dedik. Məsələn, hissi hökmlər, İnklin prinsipləri dedik. Məsələn, hissi hökmlər nə idi? Səmavidir və indi acam dediğiniz zaman bu 2 hökmə necə yəqin etmisiniz? Birinci hökm görmə orqanı vasitəsilə, yəni xarici hisslə, ikinci hökm isə daxili hisslə dərk edilir. Filosoflar bu qəbildən olan bütün hökmləri hissi hökmlər və müşahidələr adlandırıb. Onları daxili və xarici hissi adlı 2 yerə bölürlər. Bundan işimiz yoxdur artıq. Təcrübə hökmləri, məsələn, fiziklər deyirlər ki, hər bir cisim istilik nəticəsində genişlənir, yaxud da kimyaçılar deyirlər, natriumla xlorun birləşməsindən həmişə xörək tozu əmələ gəlir. Bunlar təcrübə hökmlərdir və təcrübə elmlərdə aksiom olaraq qəbul edilir. Təcrübə hökmlərdə təcrübə edən şəxs İlk öncə hiss vasitəsilə müəyyən bir hadisəni bir çox yerlərdə və təkrarla müşahidə edir. Məsələn, çoxlu sadə cisimlərin istilik nəticəsində genişlədiyini görür və çoxlu təkrar nəticəsində istiliyin genişləməyə səbəb olduğuna yəqin edir. Ehtiyac yoxdur burada. Yəni, burada nə olur? Tam səbəb olduqda, keçdik tam səbəb. Nədir? Tam səbəb olduqda nəticədə hökmən olmalıdır. Qismən işarə etmişim, mən istəmirəm uzun. Bura qədər dostlar, yəni oxumağa ehtiyac yoxdur, artıq bu aydındır, keçdiyimiz şeylərdir bunlar. Gələn dərsdə inşallah mütəvatir hökmlər barəsində danışacağıq ki, bu da aksiomun demək 4-cü qismindəndir. Bura qədər dostlar, sağ olun, salamat qalın. Elhamdülillah, Rabbil aləmin.